Hər kəsə salam. Öncəki videomuzda xətti sürətin B variantının izahına baxmışdıq. Bu günlərim xətti sürət güvəndən C variantının izahına baxacağıq, amma burada sadəcə 4 dənəsi düşüb. Mərkəzi qaçma təcilindən sonra bir vərəq 6 dənə sual bura düşüb, digəri isə baxın bu hissədə davam edir. Gəlin onda biz həmin o xətti sürətin C variantının izahına baxaq. Deməli, birinci sualda deyir ki, radiusu 120 metr olan çevrə üzrə 30 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edən cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə çatar? Bunun əvvəlki videomuzda test B-də bu tipli suallarla qarşılaşmışıq. Baxın, A nöqtəsindən K nöqtəsinə gələndə buradakı dönmə bucağı, yəni fi 120 dərəcədir. Mən gətirib bu dərəcəni radianla ifadə etsəm daha yaxşı olar. Çünki burada pilərdən söhbət gedir. Baxın, 120 radiana çevirmək üçün 120, yəni verilən dərəcəni vurursan piyə, bölürsən 180-ə. Sıfıra ixtisar gedir. 3-ə 6-ya aparanda yuxarıda 3, aşağıda 3, yuxarıda 2. 2 pi bölünsün 3-dür. Amma pinin qiymətinin də 3 olduğunu bilirik deyə pi ilə 2-ni 3 apara bilərik. Qalır 2. Deməli, tapdıq ki, bizim fimiz 2 radianıymış. Bunu təyin elədikdən sonra qeyd edirəm burada ki, fi 2-yə bərabərdir. Sonra deyir ki, radius 120 metrdir və sürət də 30-dur. Nə qədər müddətə A nöqtəsindən K nöqtəsinə çatar? Baxın, omega bərabərdir fi bölü T düsturuna əsasən biz burada omeganı təyin edə bilərik. Amma bizim omegamızı təyin eləmək üçün T'miz var, T də yoxdur. Yalnız burada fi var və mən T'ni axtarıram. Sonra görürəm ki, bir də bizə radiusu verib 120 metr. Verilənləri yazmaq önəmlidir. Sürəti verib 30 metr bölü saniyə. Buradan mən omeganı tapa bilərəm da. V bərabərdir omega R düsturundan. Baxın, omega bərabərdir V bölünsün R. V'miz 30, R'miz 120. İxtisar gedir, qalır 4də 1. Deməli, bizim omegamız 4də 1-ə bərabəriymiş. Gətirib burada yerinə qoyuram. 4-dən 1 bərabərdir 2 bölünsün T. Buradan da T bərabər olur 8-ə. Cavabımız olacaq 8 saniyə C variantı. İkinci suala baxırıq. Rəngi dəyişdirək, olsun mavi. Deyir ki, radiusu 20 desimetr olan çevrə üzrə hərəkət edən bərabər sürətlə hərəkət edən cismin fisinin, yəni dönmə bucağının zamandan asılılıq qrafiki verilib. Cismin xətti sürətini hesablayın. Baxın, bizdən radiusu desimetrlə verib. R bərabərdir 20 desimetrdir. Biz də bilirik ki, 1 desimetrimiz 10 santimetrdir. Yəni, bu eləyəcək 200 santimetr. Metrə çevirmək lazımdır. Çünki bizə metrlə istəyir. Metrə çevirmək üçün də 1 metrimiz 100 santimetrdirsə, santimetr üçün 100-ə bölməliyik də. Bu da eləyəcək 2 metr. Deməli, bizim radiusumuz 2 metrə bərabər oldu. Sonra fi'mizi verib, T'mizi verib, V'ni istəyir. V bərabərdir sual. Baxın, bunu istəyir. Fi bölü T varsa əgər, mən buradan omeganı tapa bilərəm də. Omega bərabərdir fi bölü T düsturuna əsasən. Baxın, fi'mizin dəyişməsi var, amma 2-dən 8-ə gəlib. Dəyişməsi nəyə bərabər olub? 6-ya. Zaman nə qədərdir bəs? 2. 6 bölü 2, 3. Deməli, bizim bucaq sürətimiz 3-ə bərabərdir. Düsturumuz V bərabərdir, omega vurulsun R-dir. Bizdən elə sürəti istəyir. 3 vurulsun, yəni omeganı 3 tapmışam, radiusda 2-dir. 3 vurulsun 2, 6 metr bölü saniyəyə bərabər olacaq. O da B variantı. Üçüncü suala baxırıq. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun, yəni fi-nin dönmə bucağının zamandan asılılıq qrafiki verilib. Xətti sürətin modulunu hesablayın deyir. İndi baxırıq ki, omega bərabərdir fi bölü T-yə görə, baxın, omega bərabərdir fi bölü T-dən bəllidir ki, buradan bucaq sürətinin sabit qiymətində fi ilə T düzüm tənasibasıdır. Yəni, ümumiyyətlə biz bilirik ki, bucaq sürəti, yəni fi zamandan asılı deyil. Bunu bilirik biz. Zamandan asılı deyil. Sonra bizə deyir ki, verilmiş radiuslu olsun. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə. Yəni, elə bir şey olmalıdır ki, elə bir düstur olmalıdır ki, orada radius, fi və T eyni düsturda olmalıdır. Belə bir düsturumuz da yoxdur. Ona görə də, yəni, bizim bucaq sürətimiz zamandan asılı olduğu kimi, bu halda, yəni, xətti sürətimiz də zamandan asılı olmayacaq.
Dördüncü sualda yenə baxın, bucaq sürəti bu səfər yenə verib ki, bucaq sürəti zamandan asılı deyil. Bucaq sürəti zamandan asılı deyil və ümumiyyətlə V-miz də onda T-dən asılı deyil də. Üçüncü sualın eynidir. R-in konstant qiymətini istəyir axı. Yəni bizim elə bir düsturumuz yoxdur ki, belə başa salım da sizə. Baxın, bu şərtlərə görə omeqamız da sabitdir. Baxın, yazıram ki, omeqamız da sabitdir. Sonra bizə deyir ki, R-də konstantdır. Və belə olan halda deyir, V T-dən necə asılıdır? Yəni, mən necə tapa bilərəm? Tutaq ki, deyirəm ki, hə, V, omega və R var. V bərabərdir omega R düsturundan. Deyirəm ki, hə, omegam və R-im sabitdir, elə deyil. Baxın, həm omega sabitdir, həm R sabitdirsə, V necə dəyişə bilər ki? Ona görə V dəyişməyəcək. Və yaxud da başqa bir tərəfdən düşünək ki, V-nin, omeganın, R-in, T-nin üçünün eyni anda olduğu bir asılılıqlar yoxdur. Ona görə mən hansısa bir verilən bu iki kəmiyyətdən birinin sabitliyini götürüb digərini müqayisə edə bilmirəm. Yəni, iki üsulla baxa bilərsiniz. Bütün hallarda yenə də sürət zamandan asılı deyil olacaq. Yəni, A variantı olacaq. Sonra, 4 dənədir burada. Zəhmət olmasa